Neçə vaxtdır video çəkmək istəyirəm. Qalmışam belə nətər edeyim. Axırı yenə mən gəldim mənə çəkdim. Ha, sən olmasaydın, həqiqətən adam yoxdur, Allah kuşu Çəkməyə. adam çəkmək yox. Mən əvvəl baxırdım da, mən keçən avqustda, iyulun axırı falan baxırdım. İkinci kursda falan çəkib video atırdılar. Tanıdığım var idi, məsələn, bax, hətta ikinci kursda oxuyan, məsələn, Sevinc var idi. O da çəkirdi videolarda. Onun videona baxmışam, hətta mən dedim ki, jurnalistika gəlmək lazımdır falan. Hər kəsə salamlar olsun. Uzun bir aradan sonra YouTube kanalıma yenidən geri dönüş elədim. Yanımda oturan şəxs mənim pataq yoldaşım Talehdir. Taleh necəsən? Sağ ol, sən necəsən? Sağ ol, yaxşı olasan. Bu da kanalın sahibi Səbuhi. Bəli, indi sizinlə mən deməli qabiliyyət imtahanı barəsində video çəkmək istirdim. Qabiliyyət imtahanı part 1-ni çəkmişdim. İndi də part 2-ni çəkmək istəyirəm. Müəyyən bir suallar var. Yəni istəyirdim ki, yəni YouTube kanalımda bu videonun part 2-ni çəkim qoyum. Çünki artıq deməli yay vaxtına, yəni qabiliyyət imtahanı vaxtına az bir müddət qalıb. Hardasa təxminən avqust olur da, hə. Hardasa 3-4 ay falan qalıb da. Aprel, may, iyun, iyul, avqust. 3 ay neçə gün təxminən də bu qədər müddət qalıb və istəyirdim ki, bunu çəkim ki, bu ixtisasa daxil olmaq istəyən abituriyentlərə dəstək olaq. Çünki orada bəzi məsələlər var, onları toxunmaq istəyirdim. İlk sual nəyə başlayardıq? İlk sualımız məsələn nə idi? Mənə ünvanlanmış bir sual. Deməli bu sual biraz vacib suallardan sayılır. Yəni ilk sual belədir ki, ingilis sektora verən, yəni o ingilis sektora daxil olmaq istəyən jurnalistikanın ingilis sektoruna uşaqlar qabiliyyət imtahanını hansı dildə verəcəklər? Bu biraz əslində maraqlı sualdır. Çünki ilk ağlına ingilis sektora vermək istəsən, yəni əgər ingilis dilində imtahan verəsən, belə məntiqlə düşünmək olur. Amma elə deyil, yəni ingilis sektora qəbul olsan belə, az sektora qəbul olsan belə nə idi? Yəni imtahanı, yəni imkanı Azərbaycanda yazacaqsan. Sən öz fikrinə Talib bu arada. Elə mənim də fikrim odur, yəni Rus sektorunda dəqiq bilmirik, yəni Rus sektoruna maraqlı olmamışıq. Amma ingilis sektorunda yəni oxumaq istəyən belə fərqi yoxdur. Qabiliyyət imtahanı yəni 1 olur, orada gedib verirsən, Azərbaycanda yazırsan yəni. Çox güman ki, Rus sektorda həmin şəkillədir. Çünki yəni əgər ingilis sektoru beləsə, yəni Rus sektorda olmaq ehtimalı var. Rus sektorunu siz araşdırsanız bir daha yaxşı olar. Düzdür. Ondan sonra hansı sual idi? Dəqiqə. Orada bəzi şeylər var, məsələn, 9 səhv sayını keçməməlisiniz. Daha sonra 420 sözdən ən azı 420 söz olmalıdır. Yəni bunu belə qısaca deyim ki, mən əgər siz imtahandan uğurlu nəticə əldə etmək istəyirsinizsə, əvvəlcə siz orada o verilən sizə vərəqi doldursanız, elə bəsidir. Məsələn, sizə 2 səhifə verilir. Yəni bir A4 vərəqi, bir dənə A4 vərəqi. Arxalı hər tərəfli onu doldursanız, elə siz bu imtahanı keçmiş sayılırsınız. İndi baxın necə doldursanız. Yəni imtahanda belə deyim, məntiqli, aydın, səlis şəkildə yazsanız, o imtahanı danışamadım. Bu imtahanı müvəffəqiyyətlə keçmiş olursunuz. Bu imtahanı yəni ki, düzgün şəkildə vermiş olursunuz. Yox, bu imtahanı yaxşı vermiş olursunuz. Yəni əslində ondan. Yaxşı. Hə, o film belə. Sən nə sözün var? Mənim sözlərimdə odur ki, çox həyəcanlanmayın. Yəni çətin bir şey deyil. Onsuz da məktəb vaxtı inşallah böyük ehtimal hər birimiz yazmışıq. Yəni inşadır. Sadəcə biraz tələsmək lazım deyil. Həm də internetdə mən özüm də yəni keçən il vermişəm, birinci kursuq biz ikimiz. Yəni internetdə verilən bizə düşəcək mövzular təxmini yadımdadırsa bir 30-40 filan belə mövzu vardı, yəni adları. Məsələn, bizə düşən 44 günlük zəfər tarixində igidlər, yəni müharibədən düşmüşdü. Sonra dostluğa məktub düşmüşdü. Bir də idman haqqında düşmüşdü. Yəni siz başda imtahana getməmiş o mövzuların hər birini gözdən keçirsəz, yəni vaxtınız nə qədər çoxdursa, yəni hərəsindən biraz evdə yazsaz, ya məşq eləsəz, təbii ki daha yaxşı olar. Yəni mən məsələn dostluğa məktubu evdə yazmışdım, çox bir şey yaza bilməmişdim. Getdim ora gördüm o düşüb, amma onu yazmadım. Qarabağdan yazdım. 420 sözdə keçdim. Yəni 2 dənə müəllimə yoxlayır, 10 üzərindən xal verirlər. Biri 9 yazdı, biri 7 yazdı. Belə. O məndə də həmçinin 8 birinə vermişdi. 5də birinə vermişlər. Çünki mənim xəttim əslində biraz yaxşı değildi. Həm də bu məqama toxunum ki, xəttə
daha çox önəm verin. Çünki xətti məsələn onu oxuyan müəllim yaxud da müəllimə sizin yazınız başa düşməlidir ki, sizə bal üzərindən qiymətləndirsin. Bir də əsas məqamı deyim ki, orada deməli siz 5 burcu keçməlisiniz, yəni 5 xalı keçməlisiniz. 5 baldan aşağı yığsaz, əgər siz 5 baldan aşağı qiymətləndirirsəz, 2 dənə hissədən verilir də. Onda sizin deməli imtahana keçmiş sayılmırsınız. Ona görə də o bal sisteminə biraz fikir verərdiniz, mümkün qədər. Çünki o daha çox vacib məqamdır. Elə sizin jurnalistik qəbul olmanızda əsas bir önəm daşıyan faktor sayılır o. Ondan sonra demək olardı ki, orada sizə verilən mövzular hamısı deməli o nə deyirlər ona seçilləri, qaçışdırıb seçilləri, mövzular seçilləri belə çıxarırlar. Mövzu seçir, o qədər mövzu içindən, yəni üçün seçirlər, yəni xəbəriniz olmuşsun. Lövhəyə müəllim də imtahan başında yazır, 3 dənə mövzu yazır, yəni üçündən birini seçə bilərsiniz. O lotereyalarda olur həmişə belə əlindən çıxarırlar, məsələn mövzuları, məsələn 2 mutlu falan da. Həmin fason bir şeydir. Oradan çıxarırlar mövzular, məsələn yumru dairənin içində bir mövzu adı qoyurlar. Həmin mövzu məsələn oradan seçilir. Məsələn bizə verilən mövzular dostuna məşhur idi. Daha sonra idman haqqındaydı. Bir də ki 44-cü vətən müharibəsi idi də. Mən orada idmanı seçdim. Qəşəng də yazdım, doldurun hətta yəni istənilən şəkildə. Yəni bir sözdə məntiqli yazsaz, bir də 420 sözdən ən çox 420 söz yazsaz, məsələmizdə 420 söz olmalıdır. Minimum 420 yazsaz. Hə, ən az 420 söz olmalı. Tam yadımda deyil mənim dəqiq. 400 yəni neçə olmalıydı. Yəni onu internetdə var onsuz da, yəni vaxtsız taparsınız. Hə, yəni 420 söz ən az olsa, 420 söz yazın, onun içindəki yazdıqdan sonra siz özünüz sayın. Məsələn mən özüm eləmişdim. Adam istər-istəməz rahat olmaq üçün onu sayır ki, yəni birdən məsələn 420-dən az olar, birdən yaxşı olmaz. 419 olar. Sonra yaxşı olmaz. Hə, bax məsələn belə şeylər var, adam biraz narahat olur. Ona görə siz işinizi biraz ehtiyat tutun, orada sayın eləyin. Hə, bax belə. Ondan sonra 2 saat yarım olmalı da bildim. 2 saat olsun. İmtahan 2 saat yarım olur. İmtahan 2 saat yarımdır. İstənilən şəkildə vaxt tez keçir, amma yəni 2 saat yarım ərzində istənilən qəşəng, yəni ya da 5 dənə mövzu belə yaza bilərsiniz də. Məsələn mən özüm imtahanı 1 saatda qurtardım. Mən amma ən sonda çıxmışdım. Axıra qədər. İndi adam bəs həyəcanlı falan olur, istəyir ki, tam otursun axıra qədər, yazsın eləsin. Amma yəni 2 saat yarım ərzində mən 3 dənə mövzu belə yazmaq olardı. Ona görə rahat yazsaq belə qurtara bilərsiniz sərbəst şəkildə. Xəttə əsasən odur ki, önəm verəsiniz. Belə deyək də, dünya görüşü olan bir uşaq, bir şagird, bir tələbə, abituriyent belə deyək də. Ora əgər bilik bazası varsa, söz bazası belə deyək də, onda bu imtahandan yəni uğurlu çıxa bilər. Yəni mənim də yadımdadır. Keçən iyul ayının sonları, avqustun 4-ü oldu bizdə imtahan. Yəni mən də baxırdım bütün YouTube-da filan, internetdə baxırdım ki, bu qabiliyyət imtahanı necə olur da, necə keçirlər, rahatdırmı, çətindirmi? Yəni çox maraqlı vaxtlar idi. Yəni blok imtahanı vermişdim. Yəni rahatlaşdım, dedim ancaq gördüm qabiliyyət imtahanı da var. Qabiliyyət imtahanı vermək lazımdır. Yəni mən Göyçayda verdim. Yəni çox da əslində böyük bir hazırlaşmamışdım. Yəni onunla belə getdim, keçdim. Çox çətin deyil. Yəni birinci həyəcanlı olmamaq lazımdır, amma məsuliyyətsizlik eləmək olmaz. Yəni evdə bir baxmaq lazımdır ən azından mövzuların adına ki, yəni onsuz da mən orada düşəndə o mövzuların adını bilirdim. Sadəcə məsələn onların düşəcəyini bilmirdim. Yəni ən azından mövzuların adı ilə əvvəldən tanış olsaz, beyninizdə bir fikir olar. Ora gedəndə bir %50 daha rahat olursunuz. Məncə də yəni ən azından bir həftə hazırlaşmaq lazımdır. Məsələn mən imtahana 2 həftə qalmışdı. Artıq götürdüm, hər gün bir dənə mövzu yazmağa çalışdım. Mövzuları da ki, inşallah topla yaza bilərsiniz. Bir də ki Google-dan məsələn yazsaz, mövzuların adı internetdə var, yəni. Yazsaz ki, məsələn jurnalistika imtahanına hazırlaşmaq üçün məsələn deyirəm də, jurnalistika imtahanına hazırlaşmaq üçün inşallah falan, orada öz avtomatik çıxacaq. Elə daxil olacaqsınız, orada məsələn sayısız hesabsız məsələn inşalar var da. Elə birinə daxil olsaq, yazsaz bəsdir. Bu qədər. Daha sonra nə var idi? Daha sonra aşağı çevir. İnşallah bura gələnlər də yararlanmaq lazımdır məncə. Baxın, videoya komment atın. Like atın. Paylaşın, dəstək olun bizə. Hər şey üçün minnətdarıq. Gəlin Bakı dövləti. Gəlin Bakı dövlətə, yəni dəyər, gəlməyə dəyər. Belə ümid edirəm ki, hər şey yaxşı olar. Siz də istəyiniz qısa daxil olarsınız. Daha sonraki videolarda vloglar falan çəkməyə çalışacağam. Həm də yay gəlir yenə, voleybol falan, belə fikirlərimiz var. Görək nə olacaq. Xeyirlisi. Xeyirlisi. Sağ olun, salamat qalın.